Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu ilə gediş üçün ödəniş məbləğləri açıqlanıb. Bu barədə Tarif Şurasından bildirilib. Qiymət cədvəlinə nəzər yetirək, alternativ avtomobil yolu ilə gediş üçün ödənişin məbləği mini avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük maşınları üzrə 6 manat 99 qəpik müəyyən edilib. Bundan başqa kütləsi 3,5 tondan yuxarı olan maşınlar üçün təxminən 8 manat 62 qəpik təşkil edəcək. Avtobuslar üzrə ödəniş 5 manat 77 qəpik müəyyən edilib. Qoşqulu, yarım qoşqulu və 3 və daha çox oxlu nəqliyyat vasitələri üçün isə 14 manat 39 qəpik təşkil edəcək. Motosikletlər üçün bu yolda gediş haqqı hər kilometrə 5 qəpiyə yaxın. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu üzrə isə 5 qəpik müəyyən edilib.